Təsəvvür edirsiniz Peyğəmbərin vəfatından 75 gün sonra. 75 gün nə vaxtdır, nə müddətdir ki? 2 ay yarım da təqribən, 2 ay yarım. Bu insanlar üçün 23 il ərzində Peyğəmbərin nə əziyyətlər çəkdiyini görmüşlər. Bu əziyyətlərin müqabilində ona qarşılıq olaraq nəyi edəcəyini bilirdilər. Qul la əsəlukum aleyhi əcrən illəl məvəffətə fil-qurba. Peyğəmbər onlara deyir, səndən bu risalətin təbliğinin müqabilində yaxınlarının məhəbbətdən başqa bir şey istəmirəm. Yəni Peyğəmbərə nə ilə qarşılıq verir? Bunu bilirdilər. Buna rəğmən Peyğəmbərin Əli əleyhissalamın barəsində, xanım Zəhranın barəsində kəlamlarını, İmam Həsən, İmam Hüseyn əleyhissalamların barəsində olan kəlamlarını bilirdilər. Bütün ümmət içərisində bu insanlar sevilməli olan, müdafiə olunmalı olan şəxslər idi. Buna rəğmən Peyğəmbər dünyaya gözlərini yuman kimi o Həzrətin mübarək bədəni bir tərəfdə qaldığı halda gördükləri ilk iş onun təyin etdiyi haqq xəlifəni yerindən uzaqlaşdırmaq olur. Özdən necə bir şəkildə evinə hücum edərək, əhli əyalına əziyyət eləyərək, xanımına cəfa eləyərək, əziyyət eləyərək, Rovzatül Muttaqimdə xanım Zəhra salamullahi əleyhanın Peyğəmbərdən sonraki halına işarə olunan yerdə qeyd olunur. Ənə Fatimə əleyhəssalam la zalət bə'dən nəbi müəssəbətər rəs. Atasından sonra daim qəmli, kədərli, matəm halında olardı. Nahilətəl cisim, bədəni yaralı, munhədətər rukun, minəl musibə, bimevtin nəbi. Peyğəmbərin vəfatından qaməti, qəddi bükülmüş haldaydı. Onsuz da Peyğəmbərin müsibəti xanım Zəhranın qəlbində bir dərd idi ki, gecə gündüz Peyğəmbərin həsrətindən ağlayırdı. Bir tərəfdən də bu insanların etdikləri xanım Zəhra salamullahi əleyhanın qəlbinə od vururdu. Və hiyə məhmumətun, məğmumətun, məhzunətun, məkrubə. Peyğəmbərdən sonra daim qəmli, qüssəli, dərdli, kədərli, gözü yaşlı, qəlbi yanmış haldaydı. Bəzən huşu gedərdi, özünə gələrdi, Peyğəmbəri xatırlayardı, həmin o yaranın şiddətindən qapı ilə divar arasında kimi sıxılanda o qapıdakı mismar xanım Fatimənin bətninə daxil olur. Muhsin və ya Muhəssin Peyğəmbərin adlandırdığı körpənin siqt olmağına səbəb olur. Həmin o yaranın şiddətindən xanım daim, əgər belə demək mümkünsə, dünya ilə axirət arasındaydı. O yaranın şiddətindən yaşadığı hər an dünya ilə axirət arasındaydı. Ki bir insanın qabırğasına mismar bata, qabırğası sına, aldığı hər nəfəsdə ona əziyyət eləyər, acı çəkər. 75 gün bir insan aldığı hər nəfəsdə onun əziyyətini yaşayır. Və bu şəxs Peyğəmbərin Seyyidətun Nisa'il aləmin olan qızıdır. Elə ki özünə gəlir, İmam Həsən, İmam Hüseyn əleyhissalamlara nəzər salır və tənzur mərrətən iləl Həsən və mərrətən iləl Hüseyn. Gah Həsənə nəzər salırdı, gah Hüseynə nəzər salırdı. Və huma beynə yədeyha. Qarşısında
olan balalarına nəzər salır. İndi bu uşaqlar bu anasını görəndə hansı haldaydılar? Analarının o halı onlara necə təsir eləyirdi? Fatimə onların hansı halına nəzər salırdı? Onlar da Fatimənin hansı halına nəzər salırdı? Bunu insan zehninin bir küncündə tutsun. Uşaqlar yaralı analarına baxır. Anası da onun dərdindən, kədərindən matəmə batmış uşaqlarının halına baxır. Ki, uşaq görsə ki, anası qəmginli gələr sığınar, fikrini dağıtmağa çalışar. Ana görsə ki, balası fikirlidir, fikrini dağıtmağa çalışar. İnsan birini dərdli, qəmli, kədərli görəndə onun dərdini yüngülləşdirməyə, aradan aparmağa, bir şeylə başını qatmağa çalışar da. Cənnət cavanlarının ağaları, hər iki aləmin seyyidəsi analarına baxır, qaməti bükülüb, yəni 18 yaşında və ya ən çox tarixlə isə 28 yaşında cavan anaları qocalıb, öz evində aldığı hər nəfəs onu ağrıdır, acı verir. Ana da bu müsibətə nəzər salan körpələrinin halına baxır, amma əldə bir çarə yoxdur.